Əsl dostluq. Əli və Vaqif 3-cü sinifdə oxuyurdular. Artıq 3 il idi ki, bir-birlərini tanıyırdılar. Bu 3 ildə möhkəm dostlaşmışdılar. Hamı onların bu dostluğuna qibtə edirdi. Günlərin bir günü Vaqif məktəbə gəlmədi. Görəsən, nəsə olub? deyə Əli narahatlıqla fikirləşirdi. Nəhayət dərs qurtardı. Hamı evlərinə yollandı. Ancaq Əli evə getmədi. Anasına zəng vurdu. Ona Vaqifgilə gedəcəyini dedi. Vaqifgilin evi məktəbdən çox uzaq değildi. Bir neçə dəqiqə ora çatdı. Qapını döydü. Ancaq açan olmadı. Evə qayıtmaq istəyirdi ki, birdən Vaqifgilin qonşusu Vüqarı gördü. Vüqardan Vaqifi xəbər aldı. Vüqar həyəcanla danışmağa başladı. Xəbərin yoxdur? Dünən Vaqif pilləkəndən yıxılıb. Onu xəstəxanaya aparıblar. Ayağı sınıb deyəsən. Elə bil Əlinin başına qaynar su tökdülər. Qaça-qaça evlərinə getdi. Baş verənləri valideynlərinə danışdı. Onlar da bu xəbərdən məyus oldular. Taksi çağırıb Vaqifin yatdığı xəstəxanaya getdilər. Vaqif palatada uzanmışdı. Valideynləri də başının üstündə idilər. Vaqif qarşısında dostunu görüncə çox təəccübləndi. Əli, burada nə işin var? Açığı gələcəyini bilirdim, amma bu qədər tez yox. Gəldiyin üçün çox sağ ol. Görürsən də, balaca bir diqqətsizliyim nə oyun açdı başıma. Fikir eləmə. Əsas odur ki, sağ-salamatsan. Daha da pis ola bilərdin. Hə, haqlısan Əli. Dərslərim qaldı. Bircə ona görə narahatam. Narahat olma. Dərsdə keçdiklərimizi gəlib, burada sənə də danışaram. Sən də öyrənərsən. O gündən sonra Əli dərsdən sonra xəstəxanaya gəlirdi. Dərsdə müəllim nə keçmişdisə, dostuna izah edirdi. Artıq Vaqif dərslərindən geri qalmırdı. Aradan bir ay keçdi. Vaqif sağaldı. Xəstəxanadan evinə buraxıldı. Sabah dərsə gedəcəkdi. Çox həyəcanlı idi. Dərs başladı. Müəllim keçilən mövzulardan təkrar edirdi. Keçilən mövzu ilə bağlı test də yazdırdı. Hamı cavab kağızlarını müəllimin stoluna qoydu. Ertəsi gün müəllim cavabları dedi. Müəllim Vaqifdən təəccüblə soruşdu. Vaqif, xəbərin var? Ən yüksək nəticə səndədir. Bu dərsləri harda keçmisən belə? Vaqif heç nə demədi. Əliyə baxdı. İkisi də eyni vaxtda gülümsədi.